Ramazan boyunca ən çox verilən suallardan biri də oruc vaxtı diş çəkdirmək və yaxud da dişə iynə vurdurmaq. Bunlar orucu pozur, yoxsa pozmur? Suala cavab verməmişdən öncə, dəyərli dinləyicilər, bir şeyi xatırlamaq istəyirəm ki, bizdə bu çox qəribə bir haldır ki, müsəlmanlar Ramazana 200 gün qalmış, yadlarına düşür ki, qəza orucları qalıb, keçən ilin Ramazanından. Zəng eləyirlər ki, qardaş, Ramazana 200 gün qalıb, qəza oruclarımı tuta bilərəm. Yəni, keçən ilin Ramazanından, bu ilin Ramazanından bir il vaxt var idi, bir il ərzində bu tutmayıb, gəlib Ramazana 200 gün qalmış, deyir ki, qəzalarım var. Qardaş, belə etməyib. Belə etmək olmaz. Bir il vaxt var idi, sənə verilmişdi ki, sən o qəzaları tutasan. Və yaxud da görürsən ki, orucluq girəndən sonra hamının yadına düşür ki, dişlərimi təmizləməliyəm, dişimi çıxarmalıyam. Və yaxud da hər hansısa bir digər tibbi müayinələr, məsələlər var ki, onları hamısını Ramazana salırlar. Yəni, bütün bu məsələləri, qardaşlarım, çalışın Ramazandan sonra edin və yaxud da iftardan sonra edin. O ki, qaldı sualın özünə ki, oruc ikən diş çəkdirmək və yaxud da iynə vurmaq orucu pozur, yoxsa pozmur? Orucun pozmur, hətta iynənin vurulması belə oruca heç bir adiyyəti yoxdur. Sadəcə çalışın ki, bunu iftardan sonraya salın. Əgər kimsə belə ağrısı olarsa, diş ağrısı, gedərsə həkimə, o dişini çıxartdığı zaman çalışsın ki, o sudan nə etsin? Udmasın. Amma dişin çıxarılmasıdır, plomb qoyulmasıdır, iynə vurulması, bunların oruca heç bir adiyyəti yoxdur və oruc pozulmur.